50 gün 50 sual rubrikamızın 3-cü sualı ilə qarşınızdayım. Bu gün funksiya mövzusuna aid belə bir suala baxacağıq. Bizə deyir ki, fx cüt funksiya, gx tək funksiya olarsa, bu verilənlərdən f-hanı tapın. Cüt funksiya tək funksiya nə idi uşaqlar? Əgər ki, fx cütdürsə, o zaman f mənfi x bərabər olacaq elə f-x-ə. Gx təkdirsə, o zaman g mənfi x bərabər olacaq mənfi gx-ə. Xülasə deyirik ki, cüt funksiya mənfini yox edir, tək funksiya isə mənfini qabağa çıxardır. İndi bu verilənlərdən gəlin, buranı sadələşdirək. F-a verilib olduğu kimi yazarıq. F-a. Mənfi f-b verilib, f cüt funksiya idisə, bu olacaq elə plus f-b. Plus g-a. Bərabərdir 12 verilib. İndi bura baxın, f mənfi a verilib, bu yenə olacaq f-a. Burada mənfi fb verilib, olduğu kimi qalır. Burada isə g mənfi a verilib. G funksiyası dedik ki, tək funksiyadır. O zaman bu mənfini qarşıya çıxaracaq. Olacaq mənfi ga. Bərabərdir 8. İndi tərəf-tərəfə toplasaq. Bura olacaq f 2fa. Fa, daha doğrusu fb mənfi fb. Bunlar bir-birini aparar. GA mənfi GA. Bunlar bir-birini aparar. Burada elə qaldı 2FA. Bərabər olacaq nə? 12 bölü 8, yəni 20-yə. Hər tərəf 2-yə bölsək, FA bərabər olacaq 10-a. Elə bizdən də FA-nı soruşduğu üçün cavabımız olur 10. Növbəti videolarda görüşmək üzrə.